Bir yarım diyabet eşitmisiniz. Təəssüf ki, diabetin çox yayılmış tip 1 və tip 2 növündən başqa bir yarım diabet də var və buna oxşar bir neçə növ diabetlər də mövcuddur. Bir yarım diabet daha çoxlar da adı ilə məşhurdur və bir yarım diabet həm tip 1 diabetin, həm tip 2 diabetin özəlliklərini özündə cəmləşdirir. Yaş etibarilə tip 2'ye oxşayan diabet antitellərə və müalicə xarakterinə görə tip 1 oxşayır. Yəni yaşlı vaxtı 30-50 yaşında tutulmuş diabet həmişə tip 2 deyil. Necə ki uşaq yaşlarda tutulan diabet həmişə tip 1 olmadığı kimi, yaşlı vaxtlardakı diabetdə həmişə tip 2 olmur. Lada tip diabet yaşlılarda, yəni 30 yaşdan sonra görünən xəstələrdə, insanlarda görünən və insulindən asılı olan diabetdir və müalicəsi daha çox insulinlə olur.